İşğaldan azad edilən ərazilərdə içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə aparılan təxirə salınmaz tədbirlər çərçivəsində ötən müddətdə 350-yədək obyekt içməli su ilə təmin olunub. Su mənbələrindən uzaq və infrastrukturun mövcud olmadığı ərazilərin su təchizatı xüsusi su daşıyan maşınlar vasitəsilə təmin edilib. Bu məqsədlə Azərsu Açıq Səhmdar Cəmiyyətinin nəqliyyat vasitələri əraziyə cəlb olunub. Xidmət ərazisinin genişləndirilməsi və içməli su tələbatının artması, həmçinin istismar olunan qurğuların əhatə dairəsinin genişlənməsi nəzərə alınaraq yeni nəqliyyat vasitələrinin alınması zərurəti yaranıb. İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən xidmət sahələri üçün 6 pikap tipli avtomobil, 18 ton tutumu olan 4 su daşıyıcı maşın, 3 ekskavator və qəza bərpa xidməti üçün 1 UAZ markalı nəqliyyat vasitəsi alınıb. Bu avtomobillər Şuşa şəhəri, Ağdam rayonu, Kəlbəcər, Laçın rayonu, Hadrut, Zəngilan və Qubadlı rayonları üçün nəzərdə tutulan avtomobillərdir. Bundan başqa yay aylarında su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrinə suyun çatdırılması məqsədi ilə əlavə maşınlar alınıb. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin parkında olan 18 tonluq 8 su daşıyıcı maşın regionlara göndərilib. Rüya Qarabağlı, ASTV Xəbər.